gün nə bişirim? Hər bir qadının gündəlik olaraq qarşılaşdığı ən çətin suallardan biridir. Bu çətinliyi aradan qaldırmaq üçün sizlərə həm ev əhalisinin zövqünə uyğun, həm də dadlı və praktiki bir yemək təqdim edirəm. Bunun üçün əvvəlcə 1 ədəd böyük soğanı süzgəcdən keçirib suyunu süzürük. 500 qram qiymə üçün soğan, 2 ədəd rəndədən keçirilmiş sərmisaq, 1 yumurta, 1 armudlu stəkan qurudulmuş çörək ovuntusu, yarım çay qaşığı qabartma tozu, 9-10 sap xırda doğranmış cəfəri. Zövqə görə duz, paprika, qırmızı və qara istiot əlavə edib yaxşı yoğururuq. Ətli qarışımın ağzını bağlayıb yarım saat dinlənməyə qoyuruq. Bu arada 4 ədəd kartoşkanı soyub yuyub, 1 barmaq qalınlığında doğrayırıq və soba tavasına kartoşkaları əlavə edirik. Üzərinə duz, istiot, paprika və yarım stakan duru yağ əlavə edib yaxşı qarışdırırıq. Kartoşkaları tavaya bərabər hissədə yayıb, üzərinə 2 ədəd qırmızı biber və yaşıl biber doğrayıb düzürük. Biberin üzərinə kotletlərimizi və 3 ədəd pomidoru doğrayıb videoda gördüyünüz şəkildə düzürük. 1 xörək qaşığı pomidor salçasının üzərinə 1 stakan qaynar su əlavə edib qarışdırırıq. Tavaya əlavə edib üzərini istəsəniz falka ilə və yaxud da yağlı kağızla örtüb, öncədən isidilmiş 200 dərəcəli sobada 20-25 dəqiqə bişiririk. 20 dəqiqədən sonra üzərindəki yağlı kağızı götürüb 5 dəqiqə ağzı açıq bişiririk ki, kotletlərimiz qızarsın. Və budur, yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun.